İsrailin İrana bütün dünyanı heyrətə salan dönənki hücumundan cəmi bir neçə gün əvvəl İran ali rəhbərinin müşaviri, keçmiş Xarici İşlər Naziri Əli Əkbər vilayəti geniş müzakirələrə səbəb olan müsahibəsində İranın İslamdan sonraki dövrdə, yəni son 1400 ildə heç vaxt indiki qədər qüdrətli olmadığını bəyan etmişdi və bildirmişdi ki, dünyada yeni düzən formalaşır. İran da həmin düzənin mərkəzində dayanır. Qeyd olunan müsahibənin diqqət çəkən məqamlarından biri də bu idi ki, o, İran ali rəhbərinin rəsmi saytında dərc olunmuşdu. Bununla da orada yer alan fikirlərin İranın ali rəhbərliyinin mövqeyini əks etdirdiyi anlaşılırdı. Məsələn, vilayətinin müsahibəsində belə bir iddia irəli sürülüb. Bugün yarım əsrdən də az vaxt keçdikdən sonra İran görünməmiş hərbi qabiliyyət, milli birlik və regional nüfuz səviyyəsinə çatıb. İran İslam Respublikası müstəqil şəkildə hərbi qüdrət əldə etmiş, heç bir xarici gücə borclu və asılı olmayan azsaylı ölkələrdən biridir. Bu nailiyyət İranın özünə güvəndiyini nümayiş etdirməklə yanaşı, İslam inqilabının aydın mesajını regiona çatdırır. Bu fikrin səslənməsindən vur tut 5 gün sonra İsrailin ildırım sürətli həmləsi müqabilində İranın aciz duruma düşməsi, onun nə qədər gülünc və əsassız olduğunu, İran hakimiyyətinin iddiaları ilə imkanları arasında necə böyük məsafə olduğunu üzə çıxardı. İsrailin İrana iyunun 13-də səhərə yaxın başlanan hücumu və İranın həmin hücuma cavab vermək cəhdləri hələ davam edir. Amma hadisələrin nə ilə bitəcəyindən asılı olmayaraq, İsrailin həyata keçirdiyi son dərəcə mürəkkəb, ustalıqla hazırlanmış və dəqiqliklə yerinə yetirilən əməliyyatın bilinən nəticələri İranın çoxcəhətli böhranla üz-üzə qaldığını nümayiş etdirdi. O cümlədən İranın çəkindirici gücü barədə ölkə rəsmiləri tərəfindən durmadan təkrarlanan iddianın mifdən və blefdən başqa bir şey olmadığını üzə çıxardı. Hücumun elə ilk saatlarında İran hərbi komandanlığının ən üst səviyyədəki fiqurlarının aradan götürülməsi, İranın təhlükəsizliyi və müdafiə strukturunun çoxsaylı zəif tərəflərini misli görünməmiş miqyasda dünyaya nümayiş etdirdi. Eyni zamanda Tehranın asimmetrik müharibə taktikasına əsaslanan təhlükəsizlik strategiyasının effektivliyini itirdiyini göstərdi. Hər kəs razılaşar ki, özünü regional güc kimi təqdim edən, hətta qlobal oyunçu sayan bir ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin İran hərbi rəhbərliyində Xameneydən sonra ikinci şəxsin, necə deyərlər, oturduğu yerdə öldürülməsi həmin ölkə adına böyük rüsvayçılıqdır. Yaxud İran rejiminin əsas hərbi və ideoloji dayağı, onun regional siyasətinin başlıca icraçısı olan Sepahın pafoslu çıxışlar etməyi və yaxında uzaqda hamıya barmaq silkələməyi xoşlayan baş komandanının bu qədər asanlıqla fiziki məhvi, həmin dayağın nə qədər çürük olduğunun aydın əlamətidir. Şübhə yoxdur ki, İsrailin son hərbi uğurları İran hakimiyyətinin etibarına, gücünə və hətta legitimliyinə ağır zərbədir. Müşahidələr göstərir ki, İsrailin hücumlarının miqyası və İrandakı hərbi təhlükəsizlik hədəflərini vurmaqda nailiyyətlərinin səviyyəsi İslam Respublikasının tərəfdarları üçün şok edici və gözlənilməz olub. Başqa sözlə, reallıqda baş verənlər İranın gücü və qüdrəti barədə təbliğatın, aşılanan narrativlərin sabun köpüyündən savayı bir şey olmadığını göstərməklə onun daxildə və xaricdə olan təəssübkeşlərini məyus edib. Onları çətin sual qarşısında qoyub. Sepahın hərbi gücü, raket və dron proqramları, yerli texnologiyaların inkişafı və istehsalı, yüksək professionallığı haqqında deyilənlərin hamısı boş təbliğat idimi? Necə oldu ki, İsrailin 200-dən çox qırıcısı bir gecədə İran səmasına daxil ola bildi və İranda 100-dən çox nöqtəni 330 bomba və müxtəlif növ sursatlarla hədəfə aldı. 13 iyunda baş verənlər uzun illər regionda vəkalət müharibəsini, yəni bəslədiyi proksi qüvvələri vasitəsilə
mübarizəni kifayət qədər uğurla aparan İranın birbaşa və açıq qarşı durmada imkanlarının məhdud olduğunu sübuta yetirdi. Məlumdur ki, bu İsrailin İrana ilk birbaşa hücumu deyil. Amma İsrail ilk dəfədir ki, İrana belə miqyasda həmlə edir və regional rəqibinin hərbi gücünün çəkindirmə potensialının ən aşağı səviyyəyə çatdığını ortaya qoyur. Hərb nəzəriyyəsindən anlayışı olmayanlar belə İranın İsrail zərbələrinin qarşısını almaq və bir gecədə itirdiklərini kompensasiya etmək üçün adekvat addımlar atmaq iqtidarında olmadığını aydın görürlər. Belə bir vəziyyətdə həmin proksilərdən ən önəmlisinin Livan Hizbullahının rəsmi bəyanat yayaraq münaqişəyə müdaxilə etmək fikrində olmadığını və İsrailə qarşı heç bir hücuma başlamayacağını bildirməsi çox da təəccüblü görünməməlidir. Bir sözlə, İran açıq-aşkar təhlükəsizlik böhranı yaşayır. Bu böhranın dərinliyini Mossadın İran daxilində məxfi əməliyyatları rahat bir şəkildə həyata keçirə bilməsi əyani surətdə nümayiş etdirir. Görünən odur ki, hətta ötən il Həmas lideri İsmail Həniyyənin İsrail xüsusi xidmətləri tərəfindən Tehranda qətlə yetirilməsi İranın təhlükəsizlik orqanlarının öz həyati məlumatlarını qorumaq üçün təsirli tədbirlər görməsinə səbəb olmayıb. Yaxud ən azından bu dövrdə İranda həyata keçirilən əks casusluq və kəşfiyyat tədbirləri İsrailin sızmasının və ya həssas məlumatlara çıxışının qarşısını almaq üçün kifayət etməyib. Vəziyyət o qədər kritikdir ki, Xarici İşlər Naziri Abbas Əraqçi İsrailin İrana müharibə elan etməsindən danışıb. Bu, onun nüvə proqramı ilə bağlı problemin həlli üçün Amerika Birləşmiş Ştatları ilə diplomatik danışıqları şəxsən idarə etdiyi bir vaxtda baş verib. Beynəlxalq hüquqa və BMT-nin nizamnaməsinə görə İsrailin İrana qarşı rəsmi müharibə elanı yoxdur. Lakin siyasi baxımdan baş verənlər qeyri-rəsmi müharibə elanından başqa bir şey deyil. Bu durumda rəsmi Tehranın ənənəvi ritorikası və hədələyici bəyanatları bir işə yaramır. Necə ki, dünən xalqa müraciətində İranın ali rəhbəri Ayətullah Xameneyinin İsrail çox böyük səhv etdi, böyük xəta etdi, qələt etdi. Bu işlərin sonu İsraili çarəsiz edəcək deməsi İran cəmiyyətində və dünyada heç bir xüsusi reaksiya doğurmayıb.